Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda hazırlanması çox asan olan, çox dadlı piroqun hazırlanmasını sizinlə paylaşıram. Qozlu piroq hazırlayıram. Buna piroq, qozlu kətə də demək olar. Asan bir piroq reseptidir, tez bir vaxtda da hazırlamaq olur. Bol içlikli, çox dadlı, çay süfrəsinə yaraşan, ləzzətli bir şirniyyat alınır. İndi keçək piroqun hazırlanma qaydasına. Piroqun xəmiri üçün ərzaq qabında 200 ml stəkanla 4 stəkan yarım un götürmüşəm. Un ələnmiş undur. Üzərinə bir şimdik duz əlavə edirəm. 200 qram otaq temperaturunda yumuşalmış kərə yağını, İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Bir paket 5 qram da şəkərli vanil əlavə eləyib bunları əlimlə ovuşdurub umac halına gətirirəm. Yaxşı ovuşdurub umacı hazırlayandan sonra ortasında əlimlə oyuq açıram. Bir ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. 5 xörək qaşığı təpələmə olmasın, şəkər tozu, 300 qram da xama əlavə eləyirəm. Xamanın yağlılığının heç bir fərqi yoxdur. Bir silmə çay qaşığı da soda götürmüşəm. Sodanın üzərinə bir çay qaşığı üzüm sirkəsi əlavə eləyib sodanı söndürürəm. Onu da qaba əlavə eləyirəm. Əvvəlcə bu ərzaqları biraz qarışdırıram. Onu da qeyd edeyim ki, yumurta, xama otaq temperaturunda olsa daha yaxşı olar. Biraz qarışdırandan sonra əlimlə xəmir yoğururam. Ələ yapışmayan yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün götürdüyüm un bəs elədi, əlavə un istifadə eləmədim. Amma videolarımda həmişə qeyd eləyirəm, unun çəkisi növünə görə, yumurtanın ölçüsünə görə dəyişə bilər. Az ya da çox ola bilər. Belə gördüyünüz kimi ələ yapışmayan bir yumuşaq xəmir alındı. Xəmirin üstün örtüb bir 20 dəqiqəliyə soyuducuya qoyuram. Bu arada içliyi hazırlayıram. İçlik qozludur. Bunun üçün 250 qram qoz ləpəsi götürmüşəm. Qoz ləpəsini qovurmuram, amma istəyən tavada biraz qovura bilər. Yeyərkən ağızda hiss olunsun deyə bıçaqla xırda-xırda doğrayıram. Amma istəyə görə siz ya ət çəkən maşından da keçirdə bilərsiniz, ya da rondodan keçirdə bilərsiniz. Qoz ləpəsini doğrayandan sonra bir ərzaq qabına tökürəm. Üzərinə 7 xörək qaşığı şəkər tozu, bir paket 5 qram şəkərli vanil. İçlik üçün mən vanil əlavə elədim, amma istəyə görə vanili hillə də əvəz eləmək olar. Bir ədəd yumurtanın ağını sarısından ayırmışam. Ağını içliyə əlavə eləyirəm. Sarısını qoyuram bir kənara, sonda piroqun üstünə çəkmək üçün istifadə eləyəcəm. Yumurta ağını da əlavə eləyəndən sonra bunları yaxşı qarışdırıram. Belə içliyi də hazırlayıb qoyuram bir kənara. Xəmiri xəmir kəsəndən 2 yerə bölürəm. Əlimlə yuvarlayıb 2 kündə hazırlayıram. Kündələrdən biri o birisindən biraz iri olmalıdır. İri kündə piroqun alt qatı üçündür. Biraz nisbətən xırda olan kündə isə piroqun üst qatı üçündür. Dəzgahın üstünə yağlı kağız sərmişəm. Üzərinə biraz un səpəndən sonra iri kündəni üstünə qoyuram. Üstünə də biraz un səpib əlimlə üstündən bastıraraq genişləndirirəm. Yayıb yayma açıram. Təxminən 6-7 mm qalınlığında, diametri isə təxminən 28-30 cm olan bir yayma yayıb açıram. Yaymanı açandan sonra hazırladığım içliyin hamısını yaymanın üstünə əlavə eləyirəm. Hər yerinə içlikdən yayıram. Qaşıqla üstdən biraz hamarlayıram. İçlik hər yerdə eyni qalınlıqda olmalıdır. Ona görə yayandan sonra qaşıqla üstündən biraz hamarlayıb düzəldirəm.
Hazırladığım içlikli yaymanı pişirəcəyim formanın içinə yerləşdirirəm. Keçirəm ikinci kündəni yaymağa. Biraz nisbətən xırda olan kündəni də eyni qaydada yayıb genişləndirirəm. İkinci üst qata gedən kündəni biraz birincidən iri yayıram. Bir tərəfi yaymanın altına qatlanır, ona görə biraz iri yayıram. Yayandan sonra oxlovun üstünə bükürəm. İçlikli yaymanın üstünə sərirəm. Sərəndən sonra videoda göstərdiyim kimi yan tərəflərdən yaymanı altdakı yaymanın alt tərəfinə büküb əlimlə sıxıb düzəldirəm. Sonacan hər tərəfdən çəkib yaymanı birinci yaydığım yaymanın alt tərəfinə büküb kənarların bərkidirəm. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Piroqu bu qaydada hazırlayandan sonra ayırmış olduğum yumurta sarısını piroqun üstünə əlavə edirəm. Fırça ilə hər yerinə yaxşı yumurta sarısı çəkirəm. Mən piroqu qozlu içliklə hazırladım, amma istəyə görə fındıqla, badamla, araxislə də bu piroqu hazırlamaq olar. Sonda bişəndən sonra üzərinin daha gözəl görünməsi üçün kətənin üstünü bəzədiyimiz kimi çəngəllə xətlər çəkirəm. Bişərkən üstündə qabarmalar olmasın deyə çəngəllə üstündən biraz deşikləyirəm. Bu qaydada hazırlayıram. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 30-35 dəqiqə üstü qızarana kimi bişirirəm. Piroq artıq bişib sobadan çıxartmışam. Gördüyünüz kimi çox yaxşı qabarıb. Üstü çox yaxşı qızarıb. Qoyuram qalır, tam soyuyur. Görünüşündən elə kətiyə də oxşuyur. Buna piroq, qozlu kətə də demək olar. Hər iki halda çox dadlı bir şirniyyat alınır. Gördüyünüz kimi altı da çox yaxşı bişib, çox gözəl piroq alınıb. Artıq demək olar ki, piroq soyuyub, kəsib içərisinin necə olduğunu sizə göstərmək istəyirəm. Belə gördüyünüz kimi içi də çox yaxşı bişib, bol içlikli, çox dadlı bir piroq alınıb. Hazırlanması çox asan olan bir şirniyyatdır. Xəmiri bu qaydada yoğurub, fərqli içliklərlə də belə gözəl piroq hazırlamaq olar. Kəsmikli içliklə, bişmiş qatlaşmış südlə çox gözəl piroq alınır. Görünüşü də çox gözəldir, dadı da çox ləzzətlidir. İstər adi günlərdə, özəl günlərdə hazırlaya biləcəyiniz çox dadlı piroq alınır. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videom da sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.